Euzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim. Essalatu vesselamu ala Resulillah. Amma ba'd. Əziz və dəyərli müsəlman qardaşlarım, İslam dini bizlərə hər bir şeyi açıq aydın bildirmişdir. Dinimizdə hər bir mövzuda heç bir əksiklik olmadığı kimi Ramazanla və oruçla əlaqədar da heç bir əksik məlumatlar yoxdur. Amma el arasında bəzi Ramazanla əlaqədar doğru bilinən yanlışlar vardır. İnşallah onları sizinlə paylaşmaq istəyirəm Allahın izni ilə. Onlardan birincisi budur ki, xalq arasında yayılan ilk oruç və hədiyyə uşaqlara. Yəni yeniyetmə bir uşaq oruç tutduğu zaman ilk orucunu tutur. Bəzən bu bir gün olur, çox vaxtı. Yəni xalq arasında belə deyilir. Nənə babası uşağın yanına gəlir, deyir ki, sən oruç tut, bunun müqabilində sənə hədiyyə verəcəyəm. Əlbəttə bu kənardan baxıldığı zaman xoş bir şeyə oxşuyur. Uşağı sevindirib oruca təşviq etmək üçün. Amma bunu irəliki yaşlarda bu halı təkrar etdiyi zaman hətta bəziləri mənə dedilər, hocam, balaca uşaqlar 10, 15, 12, 13 yaşlarında bəzi uşaqlar, mən oruç tuturam, tutduğum orucu nənəmə, babama, kiməsə verirəm, o mənə pul və ya başqa bir hədiyyə verir. Yəni uşağın dediyindən bunu başa düşürəm ki, sanki hədiyyə verməsə oruç tutmayacaq. Belə bir psixologiya yerləşir uşaqlarda. İnşallah belə şeylərdən uzaq duraq. İkinci məsələ, qardaşlar, 3 gün ortada, 3 gün sonda, 3 gün əvvəldə və s. bu tip oruç İslam dinində yoxdur. Belə bir oruç növü qətiyyətlə yoxdur. Bu da xalq arasında doğru bilinib yanlış olan məlumatlardandır. Yəni belə bir oruç şəkli İslam dinində qətiyyətlə yoxdur. Buna diqqət eləyək. Üçüncü məsələ, günortaya qədər oruç tutmaq. Bu da sonradan din adına uydurulan xurafatlardan biridir. İnşallah buna da diqqət eləyək. Ən mühüm məsələlərdən biri, dördüncü məsələ, burada qeyd eləmişəm. Ramazanda namaz qılmaq məsələsi xalq arasında ən çox yayılan məsələlərdən biridir. Hətta xoşa gəlməyən məsələlər halına çevrilibdir, belə deyim. Yəni sanki insanlar elə zənn edirlər ki, namaz sadəcə Ramazandan ibarətdir. Yəni oruç tutan bəzi insanlar elə zənn edir ki, namaz sadəcə Ramazandan ibarətdir. Mən 30 gün Ramazanda namazımı qılıram, ondan sonra ehtiyac yoxdur kimi bir algı var bizim toplumumuzda, bir çox insanlarda, çox təəssüflər olsun ki. Amma İslam dinində belə bir namaz şəkli yoxdur. Namaz ilin 365 günü hər gün tutulması lazım olan, vacib, fərz olan üzərimizə bir ibadətdir. Ramazana aid bir ibadət deyildir. Bunu qətiyyətlə bu şəkildə başa düşmək lazımdır. Yəni mən biri sual versə ki, Ramazanda namaz qılınmı, qılmayınmı, yəni açıq deyim, buna hə deməkdə, yox deməkdə təhlükəlidir. Sadəcə Ramazanda namaz qıl desəm, o Ramazanda namazını qılıb sonradan qılmayacaq. Yoxdur desəm, heç namaza yaxın getməyəcək. Ona görə namaz Ramazana bağlı bir ibadət deyildir. Qətiyyətlə hər ibadətin bir öz yeri vardır, əlbəttə Allah qatında. Amma namaz mütləq şəkildə Ramazana bağlı olmamaqla yanaşı hər gün 5 vaxt olaraq qılınması lazım olan bir ibadətdir. Bunu bu şəkildə bilək Allahın izni ilə. Sonra 5-ci maddədə qeyd elədiyim budur ki, oruçlu insanın oruç tutduğu zaman bəzi insanlar orucu ac qalmaqdan
ibarət zənn edirlər. Bu da yanlış bir ifadədir. Bizim toplumumuzda genişdir. Yəni bu oruç az qalmaqdan ibarət deyildir qətiyyətlə. Çünki Peyğəmbərimiz sallallahu aleyhi və səlləm yəni bir hədis şərifində buyurur ki, kim yalan söyləməyi tərk etməzsə əgər, Allahın o insanın az qalmasına ehtiyacı yoxdur. Adam yalan danışır, oruç tutur, yəni oruç tutar da yalan danışır, qeybət edir və s. və s. Yəni bu insanın deyir az qalmasına ehtiyacı yoxdur Allahın. Əgər az qalmaq istəyirsənsə, pəhriz saxlaya bilərsən, diyeta saxlaya bilərsən. Yəni orucu az qalmaqdan ibarət zənn eləməyək. İnşallah orucu pozan hallar, pozmayan hallar məsələsində Allahın izni ilə bu məsələlər geniş detaylı yer verəcəyik Allahın izni ilə. Sonra Ramazanda deyin orucu deyə bir məsələmiz var. Mənə zəng eləyənlər olurdu, yəni tez-tez ona görə bunu qeyd eləmişəm buraya. Ramazan ayında deyin orucu tutmaq olmaz, qardaşlarım. Çünki Ramazan özünə məxsus bir ibadətdir, fərz bir ibadətdir. Ramazanda sadəcə Ramazan niyyətindən oruç tutular. Deyin orucu və başqa bir şəkildə tutulması qətiyyətlə qadağandır. Deyinin varsa ya Ramazan girmədən əvvəl tutarsan, ya da Ramazan bayramı çıxdıqdan sonra o deyini yerinə gətirərsən. Bu xoş olmayan bir oruç növüdür. İnşallah buna diqqət eləyək. Və xalq arasında yayılan bir yanlış məlumatlardan biri də oruçlu insanın abdest alarkən ağzına su alıb almaması məsələsidir. Bir insan oruç olarkən ağzına su ala bilər, yəni ağzını abdest alarkən ağzımıza su alırıq, yəni ağzımızı yaxalayırıq. Bu haram deyildir, günah deyildir, orucu da heç bir zaman pozmaz. Sadəcə diqqət eləmək lazımdır ki, boğazımıza qarqara etməyək, çünki oradan aşağı gedə bilər. Bunun xaricində yəni ağza su alınması orucu pozar deyə bir şey yoxdur. Yəni belə bir şey yoxdur ümumiyyətlə. Və oruçlu olan insanın çinməsi, üzünü başını bərbərə gedib saqqalını qırxması, nə bilim saçını düzəltməsi, dırnaq kəsməsi kimi şeylər belə bir şey oruç pozmaz qətiyyətlə. Belə bir qayda-qanun da yoxdur. İnşallah bunlara diqqət eləyək. Allah hamınızdan razı olsun. Bir daha Ramazan ayınız mübarək olsun. Rəbbim tutulan oruçları qəbul eyləsin. Bu oruç, bu Ramazan ayı bütün hər birimizin ailəmizə sevinç və xoşbəxtlik gətirsin.